Son vaxtlar toyların tamadayla yoxsa tamadasız keçirilməsi müzakirə obyektidir. Əməkdaşımız hansı halın daha məqsədə uyğun olduğunu araşdırmağa çalışıb. Nə dərəcədə alınıb, ona siz qərar verin. Bəyimizə, gəlinimizə həyatın ən şirin neyməti olan can sağlığı diləyilən bütün gələn qonaqları isə aktivliyə dəvət edirəm. Elimizin toy kimi gözəl adəti var. Adətə görə toylarda masabəyi olardı. Bəy və gəlinin qohumlarından xalat yığan masabəyinin özünü indi isə toylardan kimlərsə yığışdırıb. Hər bir xalqda ömrün ən gözəl hadisəsi kimi qeyd olunan toylar adətən milli ənənələr üzərində qurulur. Azərbaycanda da elə adətlərimiz var ki, toyu onlarsız təsəvvür etmək mümkün deyil. Məsələn, bəy gəlin tərifi, xalat vermə mərasimi toyu daha canlı, şux edən elementlərdəndir. Son illər isə tamadalar da toyların atributlarından birinə çevrilir. Amma tamadaların toyları idarə etməsi ilə bağlı fikirlər bir mənalı deyil. Bəzi insanlar toyları tamadasız təsəvvür etmir. İndiki toylarda tamadasız iş olmaz. Yəni ona görə ki, toyda tamada olmasa, toy yaxşı düzgün idarə olunmur. Ona görə tamadasız toy heç vaxt olmaz. Əlbəttə ki, toyda tamada olmalıdır. Çünki toyu idarə edən tamadadır, toyu nizamlayan da tamadadır. Tamada olmasa onda qarmaqarışıqlar, əlbəttə ki, davalar da düşə bilər. Bəzilərinə görə isə müasir toylarda hər hansı kənar idarə edici şəxsin iştirakı yersizdir. Mən özümdə bir gənc kimi istəyərəm ki, toyları şovmenlər aparsın, daha rəngarəng olsun. Ümumiyyətlə, müasir toylarda tamada lazım deyil. Tamadanın əksəriyyəti, deməli, muzikantların rəhbərləri olur. Onlar pul yığmaq üçün istifadə edirlər. Müasir gənclər heç vaxt tamadadan istifadə eləmirlər. Bəzi masabəylər uzun uzadır. Düzsüz söhbətləri ilə toy iştirakçılarının ovqatını korluyur. Hətta bəzilərinin yersiz danışığı toyda qalmaqala səbəb olur. Hər yerdə odur göstərin. Bu cür amillərə görə toy sahibləri öz toylarında tamada olmağını arzulamır. Toylarını aparmağı ya tanınmış şovmenlərdən birinə, ya da tanınmış müğənnilərə həvalə edirlər. Tamada ki, çox danışanda, yəni masabəy, lazımsız cümlələr işlədəndə, bəylə gəlinə məsləhətlər verəndə, onda onlar qəbul eləmirlər. Toy sahibi də, qonaqlar da, elə bəy gəlin də, elə musiqiçilər də. Sən kənar bir adamsan, gəlib mənim evladıma məsləhətlər verirsən ki, qızım, ər evinə getdin, filan şeyi belə elə, nə bilim, filan şeyi belə elə, qaynananın sözünə bax, nə bilim, qaynata ayaqqablarını təmizlə, nə bilim, belə şeylər görürsən, xoşa gəlməz fikirlər yaradır. Keçmiş zamanlarda toyların idarə olunması ağsaqqalların məsləhəti ilə qabiliyyətli, dilli dilavər, hamı tərəfindən hörmətlə qarşılanan şəxslərə verilib. Sonralar məclisi idarə etmək bir sənətə çevrilib. Toylarda məsabəyə kimi iştirak edən şəxslər bildirirlər ki, məclisdə iştirakçıların ardıcıllıqla çıxışına, toyun ahənginə əməl etmək üçün tamadanın iştirakı məqsədə uyğundur. Tamadasız toy bağbansız bir bağ deməkdir. Həm də milli adət və ənənələrimiz var. Riayət eləmək, ardıcılığa, sonra məclisdə gözəllik yaratmaq üçün. Yəni, əgər tamada olmasa, o toyun mahiyyəti olmayacaq. Qarışıq bir toy olacaq, böyük-kiçik yeri bilinməyəcək. Bütün toylara tamada lazımdır. Qısa, konkret, lakanik toyun idarə etməçiliyi lazımdır. Bəzən müğənnilər deyir ki, tamada lazım deyil, biz özümüz gəlib toyu idarə edərik. Mən bunun tam əleyhinəyəm. Folklorşünaslar və kulturoloqlar isə belə qənaətdədirlər ki, milli toy adət-ənənələrini qoruyub saxlamaq üçün toylarda masabəylərin iştirakı vacibdir. Tamada mənim fikrimcə lazımdır. Çünki tamada o qədim dövrdə toybəyi kimi müəyyən nizam-intizamı yaratmağı bacaran, ağsaqqallıq etməyi bacaran və toyun nizamını nizamlayan bir şəxsdir. Qeyd edək ki, əksər xalqların toylarında da aparıcı və ya tamada iştirak edir. Amma xarici toylarda tamada bizdə olduğu kimi nə saatlarla kimlərəsə öyüd nəsihət vermir, nə də başqalarına ağıl dərsi keçmir. Sadəcə toyun maraqlı keçməsi üçün şov proqramlar qurub, toyun əyləncəli keçməsinə çalışırlar. Famil Fərhadoğlu, Rəşad Qurbanov, xüsusi olaraq hər həftə üçün.